Bir, əziz izləyicilərimiz, əziz şagirdlərimiz, əziz tələbələrimiz və Müsal Kəlbəcər bugün Azərbaycanımızın çox gözəl rayonu olan Astara rayonunda çox gözəl bir müəllim, qocaman müəllimlərdən birini sizlərə təqdim eləmək istəyirəm. Müəllimimiz sizi xoş gördük. Allah təala uzun ömür, can sağlığı versin. Sizə xoş gəldiniz. Çox sağ olun. 2026-cı il 4 fevral tarixidir. Adınız, soyadınız müəllim? Həzir xanlar Yavaroğlu. Çox gözəl. Neçə ildir təhsil sahəsində çalışmısınız? Hansı fən tədris eləmisiniz? Mən riyaziyyat fakültəsini qurtarmışam. Bəli. Leynalda institut var idi, biz oranı qurtarmışıq. Bəli. Rektorumuza Həşim Ağayev vaxtında qurtarmışam. Çox gözəl. Mən neçə il müəllim işləmisiniz? Mən haradasa 75-ci ildə müəllimliyə gəlmişəm. 2016-cı ildə 40 il demə, 41 il olaraq çalışmışsınız. əməliyyata düşdüm. Allah kömək olsun. Allah kömək olsun. Biz sizi ki müəllimlərlə fəxr edirik. İndi hal-hazırda neçə yaşınız var müəllim? Mənim 76 yaşım. Ay maşallah. 41 il ərzində müəllimin yüzlərlə getirmələri var, şagirdləri var. Onlardan sizin sahənizi davam etdirən riyaziyyat müəllimləri də var. 5-6 nəfər mən özüm məşğələ keçirmişəm. Bəli. Repetitorluq Çox eləmişəm. gözəl, çox gözəl. O 2016-cı ildən haradasa 2025-ci ilə qədər repetitor evdə işlədim. Biz sizi ki müəllimlərlə fəxr edirik, qürur duyuruq. Allah təala sizi ki müəllimlərə uzun ömür, can sağlığı versin. Çağdaş təhsil komandası olaraq bizim arzumuz odur ki, inşallah sizin 76 yox, 80, 90, 100 yaşınız olsun, gərək gözəl çəkiliş edək. Allah təala sizə uzun ömür, can sağlığı versin. Çağdaş təhsil komandası olaraq sizi ki müəllimlərə fəxr edirik. Və o cümlədən biz bilirik ki, siz gözəl atasınız, gözəl babasınız, gözəl övladlarınız var. Neçə övladınız var müəllim? 2 övladım var. Adlar nədir? Biri Şəmsdir, Bəli. digəri də Şəbnəm. 2 dənə qız var. Çox gözəl. Nəvələriniz varmı? 2 dənə nəvəm var. Biri Aysu doğadır. Bəli. 10-cu sinifdə oxuyur hal-hazırda. Çox gözəl. Biri də 4-cü sinifdə. Həyat yoldaşınızın adı nədir? Həyat yoldaşımın adı biraz çətin dilə gəlir. Mən Gülədir adı. Ay maşallah. Biz talış. Çox gözəl. Yolda olduğumuz üçün. Bəli, bizim arzumuz odur ki, Çağdaş Təhsil komandası olaraq inşallah ən yüksək adlara layiq görülsün. Müəllimin nəvələri də, övladları da müəllim kimi vətənimizin dəyərli vətəndaşı olsunlar. Çağdaş Təhsil komandası olaraq siz ki müəllimlərə fəxr edirəm. Allah təala sizə uzun ömür versin, can sağlığı versin. Sağ olun, çox sağ olun. Təşəkkürlər minnətdaram.